Qadınların beyni sosial-iqtisadi institutlar tərəfindən yuyulur. Gəlin bir dənə misal götürək də. İndi bizdə bir dənə cavan bloger çıxıbdı. Adını demək istəyir. 20-21 yaşında bir qızdır. Çox varlı ailədən gəlib. Atası Azərbaycan tanınmış biznesmenidir, milyonçudur. Qız İngiltərədə yaşayır. TikTok açıbdı, milyonlarla baxış yığır. Orada deyir ki, mən azad qadın obrazını azad qadınları ruhlandırmaq üçün bu TikToku açmışam. Hər şey normaldır, amma mən düşünürəm bu insanlar fərqində deyirlər, nə edirlər. Bu ailə yetərincə tanınmış ailədir Azərbaycanda. Onların hekayəsi var. Atası çox uğurlu olubdu. Gənc yaşında çox gözəl qadınla evlənibdi. 4 dənə uşaq onun üçün qadın gətiribdi. Lakin 40 yaşlarında o qərar verir ki, ikinci arvadı istəyir. Qadın buna icazə vermir. Çıxır, gedir, boşanırlar. O da gedir ikinci ailə qurur. Baxmayaraq ki, uşaqlarının hamısı Londonda saxlayır. Çox varlı ailədir, hamısı imkanlıdır. Lakin bu cavan qızın travması qalır axı. O gördü ki, mənim anam çox gözəldir. 4 dənə uşaq doğubdu. Daim olaraq kişisinə təslim olmuşdu. Onun dediyini eləyib dururdu. Və kişi indi onu atıb gedib başqası ilə evlənibdi. Əlbəttə ki, uşaqda bu travma qalacaqdır ki, kişilərə etibar etmək olmaz. Baxmayaraq ki, atasını çox sevir, hər yerdə öz atasıyla video çəkdirir, qoyur. Amma fundamentdə ona kişilərə qarşı etibar qalmayıbdır. Və bu öz travmasını başlayır hamıya aşılamağa. O deyir ki, qadın azad olmalıdır. Qadın özünü bağlamamalıdır, kişiyə etibar etməməlidir.